Azərbaycanda qadınların bəlkə 90%-dən çoxunda orqazm yoxdur. Kişi bəlkə də özünü gözləyə, qadın özünü gözləyə bilmir. Kişiyə hər şey olar, qadın olmaz. Bu bir virus kimi qadınların şuur altında vardır. Ailəlidir, amma ailədə cinsi münasibət yoxdur. Boşanmaların 75-80%-ında cinsi enerji mühüm rol oynayır. Öz yoldaşına onu öyrətmir, gedir başqa yerdə başqa qadınla bunu eləyir. Qadın özünü saxlaya bilməz. Hansı qadın ki deyir özümü saxlayam, yalandan deyir. Qadınlara mən deyəndə ki, ikinci əl niyə qurmursan? Deyirlər ayıbdır. Ayıbdır, bu yaşda ailə qurmaq olar. İlahi qayda qanunu heç kimin pozmağa ixtiyarı yoxdur. Kişinin uğuru qadındadır. Ana öz qızı ilə danışmalıdır. Ata da öz oğlunu başa salmalıdır. Bu təbii haldır. Hə, təbii ola haldır. bilər. Bəli, Sən bu ola bədənin bilər, oyanır, özünü tanımalısan. İstənilən yaşda ailə qurmaq mütləq lazımdır. Mütləq lazımdır. Çünki qadın kişisiz yaşaya bilməz. Yarımçıqdır. Kişi də qadınsız yaşaya bilməz. Şahsəddin İmanlı 1 fevral 1966-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. Orta təhsilini Şərur rayonu Düdəngi kənd məktəbində almışdır. Ali təhsilini Sverdlovski Dağ Mədən Universitetində və Bakı Neft Kimya İnstitutunda davam etdirmişdir. Daha sonra parapsixologiya və tantra yoga sahələrində ixtisaslaşaraq bu istiqamətdə dərin araşdırmalar aparmışdır. Hazırda parapsixoloq və yoga mütəxəssisi kimi fəaliyyət göstərir. Uzun illərdir insan şüuru, enerji balansı, daxili harmoniya və ruhsal inkişaf mövzularında araşdırmalar aparır, müxtəlif seminar və görüşlər təşkil edir. Ailəlidir, 2 övladı var. Şahsəddin bəy, xoş gördük. Təşəkkür edirəm. Xoş gününüz olsun. Tantra yoga nədir? Bu praktikalar necə keçirilir? Tantra yoga ümumiyyətlə birinci biz başa düşək ki, yoganın 60-dan çox növü vardır. İndi bu axır zamanlar biraz da bu qeyri-ənəvi sistemlər əlavə gəlibdir. Hələ bir yeni yoga sistemi yadır, 100-dən çoxdur. O cümlədən mən özüm də elə Azərbaycan milli yogasını yaratmışam. Təbriz təranələri nəzdində yoga yaratmışam. Azərbaycan milli yogasını qoy insanlar gəlsinlər, məşğul düzdür. Hələ bunu mən başqa qadınlara satıram, başqa millətlərə, almanlara, ingilislərə, yəhudilərə, ukraynalara, qazaxlara, amma Azərbaycanlılar bundan hələ az istifadə edir. Amma gələcəkdə bu yoga sistemini istəyirəm Azərbaycanda tətbiq edirəm ki, özümüzün milli yogamız olsun. Bu tantra yoga, tantra sözünün mənası əslində qalan metoddur, yoldur. Bəzi insanlar qorxurlar, həmən tantra deyəndə cinsi əlaqələr yada düşür, amma tantra yoldur. Və tantra yoga sistemi də bunun var ənəvi sistemi, var qeyri-ənəvi sistemi. Ənəvi sistemi nəzarətlə məşğuldur, nəfəsə nəzarət edir. Amma qeyri-ənəvi sistemi mən öyrətdiyim sistemdir, müşahidədir. Çünki müşahidə başqa şeydir, nəzarət başqa şeydir. Nəzarət vaxtı yoga sistemini biraz çətin olur. İnsan özünü dərk etməlidir, aydınlanmalıdır. Amma müşahidə vaxtı insan özünü dərk edə bilir. Və eyni vaxtda da mən bu tantra yoganın bir hissəsi də tantra cinsi əlaqələrdir. Mən eyni vaxtda həm tantra yoga öyrədirəm, bu nəfəs sistemi. Eyni vaxtda da tantra cinsi əlaqələr üzrə insanlara məsləhət verirəm. Ailə üzvlərinə, qadınla kişi münasibətlərinə və istənilən bir cinsi əlaqə vaxtı elə bir ki, onlara biz kömək edirik ki, öz problemlərini həll eləsinlər. Aha, ən çox nəyinə müraciət edirlər? Yoga ilə müraciət edirlər, yoxsa tantra cinsi münasibətləri bərpa etmək üçün müraciət edirsə pasientlər? Bilirsiniz, bizdə insanlar yoga o qədər meyilli deyirlər, o qədər meyilli deyirlər və tantra cinsi əlaqə üzrə demək ki, çox həddindən artıq azdır. Hətta mən müayinə edən vaxtı qadınla kişinin müayinə edəndə deyirsən sənin cinsi problemin var. Belə məşğul olmaq lazımdır, belə bir məsləhətlər verirsən, tez deyirlər ki, tabu, danışma faktı. Rus dilli başqa millətlər açıqdırlar. Bizim Azərbaycanlılar biraz çox çətindir və utancaqdılar. Ona görə də bəzən olur ki, mən bunları başa sala bilmirəm və belə deyirlər ki, təəssüflər olsun ki, onlara biz deyirik, amma eşitmək istəmirlər. Aha, bu tantra deməli bu cinsi münasibətləri nələrin üzərində qurur ki, bu hər iki cütlüyə, yəni hər iki partnyorə bu tam olaraq aydın ola bilir? Bilirsiniz, mən ruh üzrə mütəxəssisəm, mən parapsixoloqam. Eyni vaxtda da yoganın özü ruhla işləyir. Ruhun cinsi yoxdur. Aha. Ruhun cinsi yoxdur. Sadəcə olaraq baxın, biz müqəddəs kitabımız Qurana gəlsək, Allah insanı bütün varlıqların şahı ilə əşrəf eləyibdir. Bəli. Biz nəyik? Amma biz bilməliyik ki, biz insan deyilik. Bir dənə bunu bilməliyik.
İnsanlar elə bilir ki, biz insanıq, biz ruhcanıq. Biz sadəcə olaraq varlıqların şahıyıq. Bu alətdir. Sizdə də alətdir, məndə də alətdir. Və bu ruhun canının maşınıdır. Biz onu birinci bilməliyik. Və eyni vaxtda da Allah bizə dəyər verib, yerin əşrəfi eləyibdir. Və oradan başa biz bilməliyik ki, hər bir doğulan qadın, kişi şah və şahzadədir. İnsan doğulandan şahzadədir. İnsan doğulandan kamildir. İnsan sonradan kamil olmur. Sadəcə olaraq ruhcan bədənə girəndə nə başlayır? Təkamül başlayır. Parmaq izlərimiz fərqlidir və hər birimiz nəyi? Hər birimizin Allahdan götürdüyümüz sınağımız var. Amma müqəddəs kitabımız nə deyir Quranda? Qadın kişinin, kişi qadının paltarıdır. Demək burada seçim ola bilməz. Amma indi bizim qadınlar təəssüf olsun ki, adətdir, ənənədir, qayda, qanundur. O qədər şey ki, sizə deyim ki, mən şəxsi təcrübəmdən araşdırmalar aparıram ki, Azərbaycanda qadınların bəlkə 90%-dən çoxunda orqazm yoxdur. Orqazm yoxdur. O həqiqətdir. Bəli. Bəziləri bunu deməyə utanırlar. Hətta mən bu səhifə açmışdım. Bu vaxtda məni orada səhifədə yazdılar ki, sən pozğunsan, sən Linçləyirlər çox, bəli. Neçə ad qoydular mənə. Amma biz bunu danışmalıyıq. Bu faktdır. Bəli. Qadın orqazm olmayanda nə edir? Qadın evi dağıdır. Əsəbdir, stressdir. Qadın da əsəbdir, uşaqları döyür. Qadın evdə uşaqları döyür. Kişi də buna qulaq asmağı bacarmır. Kişi başa düşmür ki, ay kişi bir qadından soruşda, heç olmasa barı qadından soruşur, qadınla problemi sən nədir, niyə əsəbisən? Qadınlar indi bunu demirlər. Qadınların dediyim kimi 90%-də orqazm olmur. Qadın orqazm olanda qadının başı itir. Bəli. Və bizdə bir tabu var ki, qadın özünü gözləyə bilər, kişi özünü gözləyə bilməz. Bu yalan şeydir. Bilirsiniz niyə? Niyə? Çünki qadın hər ayda 7 gün aybaşı olur ha. Həmin vaxtı qadın özünü saxlaya bilməz. Mümkün deyil. Kişi özünü saxlaya bilər. Tantra yoqada yenə qayıtsaq, kişi özünü saxlaya bilər, amma qadın özünü saxlaya bilməz. Bu bir. İkinci, qadınla kişi arasında 30-40 dəqiqə, bəzən 1 saat şey vardı, fərq var. Fərq var. Və bizim kişilər üz istəyirəm, it kimizlə. Olsa da deməli, bu problemi biz araşdırmalıyıq. Bəli. Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin. Mən nənəm mama çaydı. Deyirdi, kişilər it kimi. Allah rəhmət eləsin. və kişi qadını gözləməlidir. Kişi qadından soruşmalıdır bir 30-40 dəqiqə. Sən orqazm oldun, olmadın? Yəni bu problem dediyimiz kimi tabudur. Bu problemi biz danışmırıq. İndi amma bu utanmaq lazım deyil. Bu cinsi mədəniyyətdir. Bəli. Bunu mən demirəm, bunu Quran deyir. Məsələsi burasındadır ki, Şahsəddin bəy, bu bizim yaşadığımız həyatın heç bir dönəmində heç bir qadına və kişiyə öyrədilməyib. Gəlin razılaşaq. Düzdür. Yəni bizim qızlarımıza qadınlıq öyrədilməyib. Bizim qızlarımıza analıq öyrədilməyib. Bizim qızlarımıza nənəlik öyrədilməyib. Biz bunu özümüzün gördüyümüz yaxşı və yaxud da pis təcrübələrdən istər-istəməz güzgü effektindən güzgülürük və biz də həyatımızı belə yaşayırıq. Amma yaşaya bilən yaşayır, yaşaya bilməyənsə xəstəliklərə düçar olur, öz bədənini, öz ruhunu qəbul edə bilmir, ruh içəridə fəryad eləyir, amma onu eşitmir. Başa düşmür, niyələr içərisində qalır, həyatından heç nədən razı deyil, amma necəsə nəfəs almalısan, çünki istədiyin vaxtda ölə bilməzsən. Bəli. Məsələ burasındadır ki, baxın, biz məsələn bu verilişi biraz qadınlara ithaf edək. Siz necə istəyirsiniz bu bəli. Bu önəmli mövzudur. Çox önəmli. Çünki qadının yarısı kişidir. Qadın olmasa kişi oğul qazanan Qadın olmasa kişi pul qazana bilməz. Bəli. Bu faktdır. Mən o səhifələrimdə paylaşıram bu problemləri. Kişinin uğuru qadındadır. Biz nə deyirik? Qadın evə gəlməmiş Allah onun ruzusunu yoldur. Bu nədir? Tantra yoqadır da. Çünki qadınla kişi birləşəndə birinci çakrada qadınla kişi birləşir, kişi göydən toxumu səpir, qadın torpaqdır becərir. Qadın 9 ay becərir, kişi bir də həmən toxumu səpir. Bəli. Baxın görün, demək kişinin uğuru hardadır? Kişidə birdirsə, qadında 9-dur. 9 ay. Və bir ayda yer vaxtından, göy vaxtında fərq çoxdur. Bu vaxtda mən paylaşmışam. Bizim vaxtla yer vaxtı ilə 1000 il, göy vaxtından bir gündür. Demək qadın ana bətnində uşağı 270 min il saxlayır. Baxın görün qadın nə qədər ilahədir. Hətta tantra yoqada qadına itaət edirlər. Maraqlıdır. Bəli.
Çünki axı biz indi sual veririk ki, fəlsəfi sual var. Deyirik, bu dünya birinci kim gəlibdir? Toyuq gəlib ya yumurta? Yumurta toyuğun içində, toyuq da yumurtanın içindədir. Amma bu siz qadınlara aiddir, bizə aid deyil. Çünki kişi dediyimiz kimi, kişi ancaq göydən toxumu səbti getdi. Ona görə də qadın həyatımızda çox böyük rol oynayır. Qadın əslində bütün evolyusiyalarda keçid effektidir. Bəli. Biz keçid effekti, biz fərqimizdə deyilik. Biz ən dəyərli varlığımızı, hansı ki bu ailə münasibətlərində mentalitet bizdə əslində biraz qapayıbdı bizi. Bəli, bəli. Bunu əxlaq və din çərçivələrində hesablanıbdı. Amma baxsaq, bunun dinə əlaqəsi yoxdur. Əksinə din qadını təsdiqləyir. Əksinə din qadını təsdiqləyir. Deyir, qadına boşanmamışdan qabaq verdiyin hədiyyələri geri alma. Çünki qadın sənə bakirəliyin veribdir. Baxın ha, hətta İslamda qadının hüququ kişinin hüququndan daha da üstündür. Çoxdur. Amma indi baxın görün, insanlar onu dərk eləyir. İnsanlar onu dərk eləmir axı. Hətta baxın görün, Nisa surəsində Allah bizə nə buyurur? Qadının əri rəhmətə getdi. Qadın boşandı, qadın gözləməlidir 4 ay, 1 ay, başqa kişi gözləməlidir 3 ay. Təhliq ancaq Allaha məxsusdur. İslam o biri dinlərin hamısını dayandırdı. Rahibəlik olmaz. Çünki qadın kişinin, kişi qadının yarısı. Tək əldən səs çıxır, baxın görün. Çıxmaz. Kişi təkdir, qadın da təkdir. Baxın, ikisi də yarımçıqdırlar. Amma baxın, səs çıxdı. Bəli. Biz, bilirsiniz, ilahi qayda qanunu heç kimin pozmağa ixtiyarı yoxdur. Biz qadınlara mən deyəndə ki, ikinci əl niyə qurmursan? Deyirlər, ayıbdır. Ayıbdır, bu yaşda ailə qurmaq olar. Sizcə bu düzgündür? Bu düzgün deyil, amma bəzən bizim o adət ənənəmiz, bəzi dediyimiz üzdənir axı o özünü dindar sayan insanlar. Mən oğraşam, mən bacım, anam filan kəs getsin ərə. Deyir, mən oğraşam. Deyirəm, onda oxuduğun Quran nə üçündür? Bax, Quran nə üçündür? Bunu mən deyirəm. Mən deyirəmsə, gəldin, sən özündən çıxarıbsan. Axı, ilahi qayda qanunu pozmaq olmaz. Ona görə də qadın bizim həyatımızda çox böyük rol oynayır. Söhbət başqa qadınlardan gedir, öz anamızdan gedir. Bizi bu dünya kim gətirdi? Və bir də yadınızda saxlayın. Qadınlar ilahə biz nə vaxt deyirik? Nə vaxt deyirik? Qadın dünyaya uşaq gətirəndə. Niyə? Qadın öz bətnindən uşaq gətirir. Qadın ilahiləşir və qadın həmin vaxtı ilahi qayda qanuna yaradır. Mən uşaqları müalicə edirəm, uşaqları deyirəm ki, uşağın birinci həkimi göydə Allahdır, yerdə anasıdır. Həkimlər yox. Ananın bir dənə əlinin uşağın başını sızıldayıb, bir dənə sığallayır. Həmin sığalayan vaxtı uşaq başlayır. Heç bir həkim, dünyanın bütün həkimləri yığılsın, inanın uşağı müalicə edə bilməz. Amma indi analar bizi eşitmirlər. Doğru. Çox dəyərli izləyicilərimiz, mən sizə çox təşəkkür edirəm izlədiyiniz üçün, kommentlər bildirdiyiniz üçün, kanalımıza abunə olduğunuz üçün. Amma biz aylıq statistikalara baxırıq. Aylıq statistikalarla heç də bizim rəqəmlərimiz düzgün gəlmir. Baxırıq ki, izləyici sayı, izləmələrimiz real daha çoxdur, amma izləyici sayında isə rəqəmlərimiz artmır. Rəqəmlərimizin artması isə birbaşa bizim gələn qonaqlarımıza, əməkdaşlarımızın çalışmasına, bizim özümüzün fəaliyyətimizin davam etməsinə təsir göstərəcək. Bu sizin üçün çox sadəcə bir düymə basması ola bilər, amma bizim üçünsə böyük bir əhəmiyyət kəsb edir. Hər birinizdən çox xahiş edirəm. Bizə dəstək olmaq üçün mütləq şəkildə kanalımıza abunə olun. Kommentlərinizi həmişəki kimi əsirgəməyin və bu yolda bizi tək qoymayın. Təşəkkür edirəm sizə. Bunu cəmiyyətdə çox belə qınaq obyektinə çevirirlər və bundan çox da yaxşı biznes tərəflərini tutub da, qadınların yaralı yerindən biznes tərəflərini də tutub və buradan yaxşı maliyyə qazanan nümayəndələr də var. Bəli. Mən çox da yaxşı tanıyıram, baxsaq belə bir şey deyil orada. Amma bu əslində qida qədər təbii, yatmaq qədər təbii bir tələbatımızdır. Məsələn, orqazmı mən nəzərdə tuturam. Amma bunu ayıb obyektinə çevriliblər, günah obyektinə çevriliblər. Hətta Nəsiminin
şeirlərində də var. Sevgi, gözəllik ibadətə layiqdir deyirlər. Digərləri isə deyir ki, sevgi insanı azdırır, sevgi yolundan çıxardır. Nəsim isə deyir ki, xeyr, sevgi ibadətə layiqdir. Çünki sevgi özü Allahdan gələn bir paydır, nemətdir. Mən istəyirəm ki, baxın, burada qadınlara biz nə deyək? Qadınlar necə eləsinlər? Öz bədənlərini necə eşidə bilərlər? Biz yenə müqəddəs kitabımız Qurana qayıdaq. Baxın, görün, Quranda Allah bizi nə buyurur? Deyir, sizi laxtalanmış qandan, nutfədən yaratdım. Bu sözün mənası nədir? Biz öncə doğuluşdan sevgi ilə doğulmuşuq. Bizim hər bir hüceyrəmiz sevgidir. Bədəndə sevgi olmayan yer var. İndi ənənəvi seks patologiya deyir ki, cinsi orqan, tutaq ki, məsələn, ağızdır, döş qəfəsidir, cinsi orqandır. 3 dənə, 4 dənə. Bəli. Amma baxın, görün, bədəndə cins orqanın yeri var. Başın saçından tutmuş, ayaqda dırnaqlara qədər. Hər bir hüceyrə cins orqandır. Hər bir hüceyrə. Bəziləri buna tərbiyəsizlik kimi baxarlar. Amma burada bir tərbiyəsizlik nə var ki, bu qidadır, sualı düz verdiniz. Biz 3 gün su içməsək nə olacaq? 3 gün su içməsək boğulacaq. Yemək yeməsək 1 həftə, 10 gün. Cinsi qidada o mütləq lazımdır. Hətta kişidən qabaq qadına mütləq lazımdır. Çünki dediyimiz kimi qadın 7 gün aybaşı olur. Aybaşı vaxtı qadın həmin vaxtı cuşa gəlir. Və hətta qadın klimaks keçirəndən belə, keçirsə də belə hər dəfə onun emosiyaları qalxır ayağa. Qadın düz dünyasını dəyişənə qədər o emosiyalar gedir. Ona görə də mütləq lazımdır ki, qadınları maarifləndirək, qadınları savadlandıraq və başa salaq ki, bu mütləq qidadır və kişilər öz yoldaşlarını nə etməlidir, öyrətməlidir. Biz mütəxəssislər nədən yanıq? Bayaq sual verdiniz ki, əvvəlcə belə idi. Yaxşı, indi mütəxəssislər vardı. Biz nə etməliyik? Biz insanları maarifləndirməliyik. Maarifləndirməliyik, savadlandıraq və eyni vaxtda da bu yoqada birinci çakra pul çakrasıdır. Baxın, pul çakrasıdır. O evə baxın, görün, o yerdəki tək qadındır, tək kişidir, orada pulu yoxdur. Bax, özünüz bir baxın, görün. O evdəki məhəbbət var, cinsi orqanlar bir-birinə uyğundur, o evə pul gəlir, o evə ruzu gəlir. Yəni, burada bir problem deyil, ha. İkinci bir səmtdən, cinsi orqan tək bu dünya uşaq gətirmək üçün deyil ki, cinsi enerji bəsədək gözünü açmaqdan yanadır, Allahla rabitəni qaldırmaqdan yanadır. Və bu qadınlarımızı nə etməliyik? Hər yerdə savadlandırmalıyıq, hər yerdə maarifləndirməliyik və onları biz cəmiyyətdən aramamalıyıq. Və burada da əsas rol kişinin roludur. İndi bizim dediyimiz kimi, bizim qadınlar biraz başqa cür tərbiyə olunublar, dediyiniz kimi, adət, ənənə, qayda, qanun. Amma indi biz yeni əsrə ayaq basmışıq axı. Yeni əsrə bizim o qiyamət dediyiniz vaxt, qiyamət şüurda olmalıdır. Dünyada yox. Qiyamət bizim şuurumuzda olmalıdır. Bu telefondur, saytlardır. Nədən yanadır? Bizim maarifləndirməkdən yanadır. Belə də deyəndə, baxın, çox yazırlar ki, mən əminəm ki, bizim videolarımızın da altında belə bir şərh yazır. Niyə onda qızımızı açıb buraxaq? Onda da belə yazırlar. Yəni, əslində orta yoxdur bizdə. Biz demirik ki, açıq ortamı buraxaq. Biz bunlara kömək eləmə. Mən bir zaman Azərbaycana gələndə, Rusiyadan gələndə mən elanlarında verdim ki, bizdə o yengələr var. Yengələrə bizim kimi mütəxəssislər nəzarət eləməlidir. Bəli. Qadınlar yox, biz mütəxəssisiz. Biz həm qadına, həm kişini ondan danışmalıyıq, onu öyrətməliyik, onları başa sal. Mən lağa qoyub güldülər. Bax, mən lağa qoyub güldülər ki, sən yengəli eləyəsən. Axı, mən mütəxəssisəm mən. Yengə nə bilir ki? Yengə yaxşı qadınla danışdı. Yengə oğlanla danışmır axı. Onu başa salmalısan ki, o həmin anda nə qədər havalanan qadınlar olur. Çox. Havalanan qadınlar olur. Mən siz yəqin xəbəriniz yoxdur. Mən mütəxəssisəm. İnsanlar var 7 ilə, 8 ilə, 10 ildir bir yerdə yaşayırlar. Qadın o qədər qorxur ki, qadın kişiyə yaxın dura bilmir. Bəzi qadınlar var, havalanırlar. Axı buna yengə, tutaq ki, məsələn, şəhər yerində bir balaca insanlar biraz dünya görmüşlər. Kənd yerlərində, bəzi yerdə, ucqar kəndlərdə yengə utandığından elə sadəcə olaraq gedir. Nə gəlinə, nə bəyə o sözü demirlər axı. Ona bizim kimi mütəxəssislər lazımdır. Bəli. Və mən hətta məsləhət görürəm ki, o yeni evlənənlər hamısı bizim yanımıza gəlsinlər. Biz onları maarifləndirək, savadlandıraq, kimin zəif, kimin çətin yerlərini başa salaq. Ona görə də biz
öz maarifləndirmemizi dayandırmırıq. Amma təəssüflər olsun ki, beziyəcələ insanlar pərdəni gözləyirlər. Əslində cütlük olaraq gəlməkdə problem görürlər. Kişilər bəzən bilirsiniz, kişilər çoxu gəlmək istəmirlər. Mən məcbur edirəm. Çünki bu problem ikisinə də aiddir. Qadın kişinin, kişi də qadının paltarıdır. Burada biz birmənalı ruhun cinsi yoxdur. Bəli. Biz qadınla kişini seçəcəm, düzdür. Kişi ovçudur, qadın ocağın başındadır. İlahi qayda qanundur. Bəli. Kişi pulu qazanmalı, gətirib verməlidir qadına. Qadın nə etməlidir? Qadın ocağın başında hər şeydə, amma qadın savadsız olmamalı. Bu demək deyil ki, qadın savadsız olmalıdır. Qadın oxumalıdır. Ehtiyac varsa qadın işləməlidir. Yox, ehtiyac yoxsa qadın işləməməlidir. Çünki uşaqların böyüməsində birbaşa ananın rolu çox böyükdür. Doğru, tamamilə. Baxın, deyirsiniz ki, mən təklif edirəm ki, onlar gəlsinlər bizim yanımıza. Onlar sizin yanınıza gələndə orada praktika necə keçir? Yəni suallarınız necə olur? Necə tənzimlənir bunlar? Mən Kiçik bir onları soruşuram. Onun atası kimdir? Onun anası kimdir? Həm oğlanın, həm qızın. Çünki bəzən var, məsələn, qız atasından evdə rabitəni düzgün qurmayıbdı. Oğlandan qorxur münasibət yaratmağa. Yaxud oğlan evdə anasıyla rabitəni düzgün qurmayıbdı. Qızla qorxur münasibət. Bəzən baxırsan ki, həm qızda, həm oğlanda sadomazoxizm olur. Cinsi əlaqə vaxtı. Və bunlar bir-birini başa düşmürlər. O nə deməkdir? Sadomazoxizm, yəni özündən asılı olmaraq belə deyək ki, pis hərəkətlər eləyirlər. Çünki rabitə düzgün qurulmayıbdı. Bəli. Çünki ana öz qızına tərbiyəni düzgün verməlidir. Ata öz oğluna tərbiyəni düzgün verməlidir. Düzdür, evdə ən çox uşaqlarla işləyən anadır, amma ailədə dediyimiz kimi qız atasıyla rabitəsi düzgün qurmayıbsa, o getdiyi ailədə həmin oğlanla münasibəti düzgün qura bilmir. Eyni vaxtda cinsi enerjini qura bilmir. Və biz onları maarifləndirik ki, savadlandırırıq ki, bu belə olmalıdır, bu belə olmalıdır, utanmaq lazım deyil. Qadın kişinin paltarı, kişi də qadının paltarı. Burada utanmaq lazım deyil. Bu elmdir. Bu bayaq dediyiniz kimi, necə su içirsən, o da onun kimidir. Mütləq lazımdır. Bəli, bəli, təbii bir prosesdir. Tamamilə razıyam sizlə. Misal baxın, mən 2 övlad anasıyam. Artıq övladımın, deyim ki, böyük oğlumun 9 yaşı var, qızımın da 8 yaşı var. Allah saxlasın. Mən artıq çox sağ olun, onların otaqlarını ayırmağı fikirləşirəm, planlaşdırıram. Çünki inkişaf dövrü daha tez başlayır bildiyimiz qədərindən. Artıq bu dəqiqə sağ olsunlar telefonlardır. Hər bir şey açıq-aydın orada artıq güzgü kimi görsənir. Mən belə bunu övladıma düzgün təbliğ eləməyim necə edim ki, mən bunu övladıma necə düzgün təbliğ edə bilərəm qızıma və yaxud da oğluma ki, yəni proses budur, burada da bu inkişaf edir. Çünki tez-tez soruşurlar, biz necə oldu dünyaya gəldik, siz necə oldu evləndiniz, siz bir-birinizi yanağınızdan öpdünüz, bildiniz necə, bu suallar başlayır. Ya burada valideyn necə çıxış eləməlidir? Bilirsiniz, bu uşaqlarımızın bu dövrü ən çox birinci 1 yaşından 7 yaşına qədər bu uşaqlıq dövrüdür. 7 yaşından 14 yaşına qədər yeniyetməlik dövrüdür. 14 yaşından 21 yaşına qədər yarı gənclik dövrüdür. Uşaqlar 5 yaşına qədər uşaqların bəstədə gözü açıq olur. Və onlar birdən baxırsınız ki, qız uşaqları kukla ilə danışırlar, oğlan uşaqları maşınla danışırlar, bəzən baxsan tifarla danışırlar. Onlar həqiqətən də o mələkləri görürlər, bəstədə gözləri açıq, 5 yaşından sonra bağlanır. Qız uşaqlarında, indi məsələn əvvəlcə hardasa bir 25-30 ildən qabaq qızlarda aybaşı olurdu 14, 15, 16 yaşlarında. İndi biraz yediyimiz qidalarda havadır, muhtaç halına olduğuna görə bəzən baxsan ki, 8 yaşında, 9 yaşında qızlarda aybaşı başlayır. Bəzi valideynlər qorxurlar, İndi biz onlara məsləhət veririk ki, qorxmaq lazım deyil də. Və indi biraz uşaqlar da çox yetkindirlər. Və indigo uşaqları 7-ci, 8-ci nəsil, gələn nəsillərdir. Onlar bizi öyrədirlər. Onlar bəziləri bizdən çox bilirlər. Bəli. Və ümumiyyətlə 7 yaşından sonra yaxşı olar ki, həm qız uşaqlarına, həm oğlan uşaqlarına başa salmaq lazımdır ki, oğlanlar qızın bir yerdə yatmalıdır. Biz 7 uşaq olmuşuq, 2 otaqda bir yerdə yatmışıq. Necə deyirlər? Belə tərbiyələri görmüşük. Başayaq yatırdıq əslində. Başayaq. Bir-birimizin turşuqin geridir, bir-birimizin corabların geridir. Hərdən bir sözlər danışında deyirlər, siz necə açıq danışırsınız? Deyirəm, nəyə gizlədək? Gizlətməli bir şey var da, bu həqiqət. Həqiqəti biz niyə gizlədək? İndi inkişafımız başqa cür gedir.
İndi heç olmasa bari evlərdə 2 dənə uşaqdır. Heç olmasa otaqların birində qoymurlar ki, qız uşaqları adlanıyasın, oğlan uşaqları. Ümumiyyətlə mən məsləhət görürəm ki, 9 yaşından sonra imkan varsa qız uşağıyla oğlan uşağın bir yerdə olmasın. Çünki o dediyimiz kimi o bir də bəzən baxsan ki 9 yaşında hadisə başlayır və bəzən baxsan ki 9 yaşında oyanış başlayır, qız uşaqlığında 2 il qız özünü biraz itirir. O cümlədən də oğlanlarda. Və həmin zamanlar baxsan ki 9-13 həm qızlarda, həm oğlanda başdır. Şəhvət. Şəhvət hissi oyanır. Şəhvət hissi oyanır və onlar yerli olurlar və valideynlər bəzən onu başa düşmürlər. Valideynlər üstünə qışqırırlar. Bu nədir, özü belə aparsan, biz əksinə onlara başa salmalıyıq. Ana öz qızı ilə danışmalıdır. Ata da öz oğlunu başa salmalıdır. Bu təbii haldır. Təbii ola bilər. Bəli, sən bədənin oyanır, özünü tanımalısan. Özünü tanımalısan və özünü başa düşməlisən və dediyimiz kimi bizim o adət-ənənə, qayda-qanun belə şeyləri bizə öyrətməkdir. Amma indi biz başqa nəsil gəlmişik axı. İndi telefon nəslidir, indi internet nəslidir. İndi hər şeyi biz bilirik. Buradan oturduğumuz yerdə buradan Amerikaya əvvəlcə telefonla danışır, indi 1 saniyədə mesaj yollayırıq. Bəli. Və ona görə də demək ata öz oğlu ilə, ana da öz qızıyla mütləq danışmalıdır və başa salmalıdır. Burada utanmağa bir şey yoxdur. Başa salmaq lazımdır. Tamamilə haqlısınız. Əslində övladı başa salmaq üçün yenə də qayıdırıq valideynə. Bəli, əlbəttə belə. Valideyn oyaq və açıq olmalıdır ki, övladları da ailəndə yığa bilsin. Bir çox qadınlarımızın ən böyük problemlərindən də biri öz yoldaşını tanımamasıdır. Bəli. Yoldaşının istəklərini bilməməsidir və özünün də istəklərini mütəmadi olaraq bastırmasıdır. Bəli. Belə olduğu təqdirdə bəylərimiz də kənara getmiş olurlar. Bəli. Bu da qadınlara əslində ikinci böyük bir zərbədir. Çünki deyir ki, mən bütün hisslərimi, hər şeyimi, namusumu, qeyrətimi sənin üçün qorudum, saxladım. Sən isə getdin. Niyə gedir bu bəylər? Onu düz vurğuladınız. Mən bu mövzunu hər dəfə qaldırıram və hər dəfə də deyirəm ki, mənim həyat təcrübəm göstərir ki, bu anda qadınların demirlər ki, 80-90% qadınların özlərində də günah olur. Amma o qadınların da günahı onların valideynlərindədir yenə. Amma mən kişilərə başa salıram ki, qadını öyrətmək lazımdır. Kişi qadını öyrətməlidir. Və bəzi qadınlar var, istəmirlər. Və qadın kişi nəyə görə qaçır başqa yerə? Çünki bayaq sizə nə danışdım? Kişilər deyir ki, qadının tutaq ki, dodaqdır, döş qəfəsidir, cinsi orqandır. Amma ayaqdan öpmək, saçdan öpmək, qulaqdan öpmək, kürəkdən öpmək, buna deyirlər ki, bu ya oğraşlıqdır. Düzgün baxmırlar. Düzgün baxmırlar və qınaq mövqeyinə tuturlar. Amma kişi gedib, bəzən kişi də bu öz yoldaşına onu öyrətmir, gedir başqa yerdə başqa qadınla bunu eləyir. Bəli. Ondan yaxşı öz qadınınızı ilə öyrədin və qadın sizin paltarınızdır və dediyimiz kimi birinci utancaqlıq götürülməlidir. Qadın kişinin, kişi qadının paltarı olmalıdır. Bəzi qadınlar var, illərlə yoldaşında ümumiyyətlə paltarlarını soyunmurlar. Bəli, yəni. Sizcə bu düzgün deyil, amma bəzən vaxtda o qadınlarda da bu uşaq doğulandan sonra kişiyə qarşı bir balaca informasiya düşür aşağı. Qadın həmin vaxtı bəzi istəmir, kişilər də qatır başqa yerə. Yəni biz bu qadınları mən savadlandırırıq, maarifləndiririk ki, eyni vaxtda da uşağa da baxın, amma o da yadınızdan çıxmır. Amma kişilər bəzən baxsan bunu gözləyə bilmirlər. Çünki bəzi qadınlar birinci, ikinci doğuşdan sonra 2-3 il bəzən baxsan cinsi enerjiyə meylləri olmur. Amma kişi ağılla fikirləşir, kişinin də ağıldır, amma qadın da ürəkdir. Bəli. Ona görə ağılla ürək bir-birini başa düşmürlər. Yəni kişilərlə qadınlar dünya yaranandan indiyə kimi həmişə spor gedir və qabaqdakı o dəftər kimi onların ikisi də oxumamış kitabdırlar. Həm qadın, həm kişi. Amma mən belə deyək ki, yoga mütəxəssis kimi, bir ruhşünas kimi heç vaxt mövqe tutmuram. Bəzən mənə deyirlər ki, siz kişi mövqeyi tutursunuz, deyirəm yox. Axı indi mən sözünü işlədirəm, mənim yoxdur. Biz heç kimin məni yoxdur. Çünki mən desəm olacam ego olar. Sadəcə olaraq özümü təsdiq etmək üçün, bu bədəni təsdiq etmək üçün mən sözünü işlədirəm. İslam sözünün mənası nədir? Təslim olmaq. O cümlədən də yoga nədir? Yoga birləşmədir. Ruhla, cənlə, bədənin vəhdəti olmalıdır. Biz insana bu yerə öyrədirik və
Bu tantra yoqada əsas da bizim istiqamətimiz sizin dediyiniz kimi, sizin suallarınız ki, qadınları maarifləndirmə, qadınları savadlandırmaq ki, qadın utanmasın, qadın sözünü desin. Burada heç bir şey yoxdur. Aha. Yəni neçə seansa misal üçün qadın öz sözünü deyə bilər? Bilirsiniz, burada hər bir insanda tam fərdi və fərqlidir. Aha. Birinci öncə dediyimiz birinci ailə daxili münasibəti araşdırmalıyıq, baxmalıyıq görə ki, qadının atasının, anasının rabitəsi hansı səviyyədədir? Onun atasının, anasının, babasının, nənəsindən biz genetikanı yoxlayırıq. Hə. Bəli, biz genetikanı yoxlayırıq ki, baxaq görə nədir? Biz 7 nəsil yox, 77 nəslə də geri dönə bilirik. Çünki bu elm elə bir elmdir ki, biz buna medium deməliyik, çünki bizim ixtiyarımız yoxdur o dünyanın rabitəni pozaq. Amma müalicə üçün bizim ora girə bildik. Genetiki yoxlayaq görək. Bu, məsələn, adam var ki, bunun 3-cü, 4-cü nəslində genetik pozğuntu vardı. Və pozğuntu gəlibdir. Qədim türklərdə nə deyirlər? İnsanın 7 arxa dönənini söyərlər. Bəli. 7 arxa dönənini. Qədim türklərdə 7 nəsil bir-birinə qız verməzdilər. Hələ Azərbaycanda keçən başlayıblar. Bu qərar veriblər ki, əmi-oğlu əmi-qızı evlənə bilməz. Bu problem mən 15-16 ildə Azərbaycanda problemi qaldırıram. Hamısı mənə deyir, səsi kəs. Sən bizim işimizə qarışma. Biz nə deyək? Hayfları gəlir kənara qız verib. Yox, qız almaqdan o genlər dəyişilməlidir. Söhbət düzdür. Ruhu nöqteyi nəzərdən heç bir mənası yoxdur. Hamımız bacı qardaşıq. Çünki nurdan çıxan bütün zərrə bərabərdir. Bəli. Sizlə mən heç bir fərqimiz yoxdur. Sadəcə siz qadın bədəndəsiniz, mən də kişi bədəndə. Amma biz boşluq, sıfırıq. Çünki eyni zərrəciyik. Mən çox qadınlar müşahidə edirəm. Ailəlidir, amma ailədə cinsi münasibət yoxdur. Belə olduğu təqdirdə hə özlərini dağa vururlar, hə daşa vururlar, hə ora vururlar, hə bura vururlar. Baxırsan ki, işləri də getmir, münasibətlər də yoxdur və ailə dağılmayıb, amma bir evdə 2 nəfər yaşayırlar. Amma ailəni bir yerdə saxlamaq adına savaşırlar, amma mövqeləri düz deyil sanki. Bəli, bu dediyiniz şeylər, bu anda mən neçə dənə belə pasientlərim var ki, bir evdə yaşayırlar, heç bir əlaqələr də yoxdur. Söhbətlərim yoxdur, ruhumu doyur. Qınaq xətrinə, adət, ənənə xətrinə bir yerdə yaşayırlar. Heç bir əlaqələri də yoxdur. İnan ki, yoxdur. Mən bir mütəxəssis kimi başa salıram. Mən deyirəm, bəzən eşitmirlər. İndi biz insanların şəxsi işlə qarışmağa da bizim ixtiyarımız yoxdur. Amma baxın, görün, yaxınlarınızda da bir insan var. Baxın, onların heç birində evlərinə pul gəlmir. O evdə sakitçilik yoxdur. Yenə deyirəm, kişi bəlkə də özünü gözləyib, qadın özünü gözləyə bilmir. Qadının o dediyimiz kimi, o hər ay olan aybaşı 7 gün klimaks vaxtında özünü oyadır. Qadın özünü saxlaya bilməz. Hansı qadın ki, deyir, özümü saxlayam, yalandan deyir. Baxın, görün, qadınlarda zob, qadınların 90%-ında zob, kişilərdə 5-10%-də qadında zob 90. Niyə? Qadın fikrini demir. Qadın döşlərində, qadınların döşlərində 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci, 9-cu qatlarda hamısında bağlıdır. Niyə? Qadın boşalmır. Yumurtalıqlarda, matkada eroziyalar, dağıntılar hamısı nədən gələcək? Qadın özünü çarmığa çəkir. İsa Peyğəmbər özünü çarmığa çəkmir, qadın özünü çarmığa çəkir. Amma yenə deyirəm, burada bizim birbaşa adət, ənənə, qayda, qanun deyil. Biz yuxarı təbəqələr, bu cavan təbəqələr gəldikcə də bəzən burada valideynlərin də günahı var. Valideynlər dediyimiz kimi ona kömək eləməlidirlər, başa salmalıdır. Biz demirik, açıq siz dediyiniz kimi. Bəli, doğru. Və o insanların ailələrindən pul gəlmir. Və o ailədə üzərindən bir məsəl zəhərmar yağır. Bax belə durublar. Üzdən zəhərmar yağır. Baxın, görün elə bir ki, canlı ölüdür. Qadın boşalmırsa cinsi enerjidə, qadın elə bir ki, ölüdür. O qadın qab da yuya bilmir. O qadın paltar da yuyur. O qadın çay gətirib kişinin qabağına qoyur, deyir, iç zəhərlən. Yeməyi qoyur qabağına, dildə bəlkə də qorxur deməyə, ürəyində deyir ki, ye zəhərlən. O yerdə də tifarar qulaq asır. O yerdə qazanc olar, o yerdə sevgi olar. Axı biz sevgidən yaranmış məxluqlarıq. Hansı xoş aura olar ki, o uşaqlara ötürülsün? Bəli. Elə məsələ bundadır ki, o qadın təsəvvür eləyin ki, o qadın özünü sevmir.
və öz uşağını qucaqlayır. Bax, mən bu haqda neçə dəfə videolar paylaşıram ki, qadın uşağa süd verir, uşaq ağlayır. Gedir yoxlan, heç nə yox. Deyir, problem nədir deyəm, çünki sən özünü sevmirsən. Qadın özünü sevmirsə, öz yoldaşını sevmirsə, uşağını necə sevə bilər? Və uşağın özü xəstə olur anaya görə. Mən uşaqları anası müalicə eləmirəm. Niyə? Çünki uşağın problemi anasındadır, atasındadır. Və valideynə deyirsən, problem səndədir, özünü sevmirsən. Deyir, neyini özümü sevim? Hələ bir minnət də qoyur. Çünki yoldaşınla münasibəti düzgün qurulmayıbdır. Bu hər iki cinsə aiddir. Biz həm qadına aiddir, həm ki çünki biz birmənalı olaraq mən ruhşünasam. Mən psixoloq yox, parapsixoloqum. Çünki biz eyni vaxtda tantra, yoga, cinsel əlaqə mütəxəssis olduğuma görə biz hər şeyi tərəzləməliyik. Allah Quranda bizə nə buyurur? Ölçüdə, çəkidə düz olun. Ona görə biz cəmiyyətdə problemləri belə düzdür, bədənlərimiz ayrıdır. Dediyimiz kimi birimiz ovçuyuq, kişi ovçudur, qadın ocağın başındadır. Amma söhbət cinsi enerji gələndə hətta pasteldə qadının hüququ kişinin hüququndan 9-10 dəfə də çoxdur. Çünki qadın dediyimiz kimi 30 dəqiqə, 40 dəqiqə, 1 saat yubanır. Amma kişilər nə etməlidir? Kişilər gözləməlidir. Kişi boşalmamış, qadın boşalmamalıdır. Əksinə, qadın boşalmamış, bəli. Kişi boşalmamalıdır. Yəni biz bunu mən pasientlərə deyəndə deyirlər, sus, danışma. Belə sözü danışmaq olmaz. Biz necə deyək? Biz açıq deməliyik də bu sözləri. Bəli, bəli. Əslində burada mən sizlə tamamilə razıyam. Burada qadın bir möcüzə gözləyir. Bu yataq məsələsindəki bir möcüzə olsun ki, mən indi tez bu dəqiqə boşalacağam. Kişi də hər kəs əlbəttə ki özünü düşünür, birinci məsələ. Amma burada cütlüklər bir-birlərini düşünsələr, bəli. Mən səni təmin etməyi, sən məni təmin etməyi. Çünki orqazm zamanında, boşalma zamanında yaşanan hissi sizdən öyrənmək istəyirəm. Bax, nə hissdir? Bəli, həmin vaxtı biz bu planetə atırıq. Biz burada olmuruq. Biz bu anda oluruq. Əslində qala yoga sisteminin məqsədi bu anda olmaqdır. Və qadın ayrı, kişi ayrı boşarsa bütövlük əmələ gəlmir. Amma kişi ilə qadın eyni vaxtda o həmin vaxtda eyni vaxtda boşarsa, bu burada başlayır çiçəkləməyə. Kişi boşalanda bir dənə çiçək açır, qadın boşanda bir çiçək, amma kişi bir yerdə boşanda 1000 çiçək, lotus birdən açır. Baxın görün nə qədər fərqi var. Yerlə gör, dünyalar haqqında fərq var və bunlar bir-birini tamamlayır. Artıq qadın kişinin, kişi qadının yarısı və bütövlük. Namazı biz nə üçün qoyuruq? Zikri nə üçün? Yoga nə üçün edirik? Biz bütövlüyə yaranmaqdan yana və cinsi enerji vaxtı bizim cinsi enerjimiz düzgün olsa qadınla kişi tamamlanırlar və onlar ikisi bir olurlar. Biz nə deyirik? Almanın yarısı. Bəli. Almanın yarısı nədir? Yarısı məndə, yarısı səndə. O kino var, Nəsibənin kinosu. Bəli, baxarsınız. Ağacdan alma düşər, xarxal olur. Yerə düşər, meyxoşur. Deyir, oğlan öpər, qız meyxoş. Mən olum alma dərən. Və alma dərəndə eyni vaxtda da almanın yarılarının birləşməsidir. Bax, o sualı çox düzgün verdiniz ki, həmin anda orada bütövləşmə gedir. Və orada qadın kişi söhbəti orada bir nəfər alınır. Hə. Bir nəfər. Artıq almanın yarıları birləşir və müqəddəs kitabımızda Allah bunda nə buyurur? Deyir, sizi boşluqdan yaratdım, sonradan boşluğa qaytaracağam. Həmin vaxtda 8 rəqəmi alınır. 8 rəqəmi qadın kişinin içində, kişi qadın içində və eyni vaxtda da 8 rəqəmi o bir səmtdən birləşir. Bu xaçpərəstlərin nədir? Bu 4. Bəli. Bu 4 ünsürdür. Havadır, sudur, torpaqdır, oddur. Və ortada qadınla kişi birləşir və bütövlük yəni. Həmin vaxtı aeroskopiya edirlər. Evdən bir nur çıxır. Aha. Kişi ilə qadının birləşməsi vaxtı. İndi yenə dediyimiz kimi bunu adi insanlar bizi bu çəkişimizi altından o qədər negativ söz yazırlar ki, pozğunluq eləyirlər, ilahi qayda qanunlar pozurlar. Biz əksinə biz insanları dediyimiz kimi maarifləndiririk, savadlandırırıq. Şimdi nə olmalıdır? Bunlar hamısı nə üçündür? Hamısı təkamül üçündür. Zaten təməl əslində mən bunu bir bəla olaraq görürəm. Mən açıq sizə deyəcəm. Bu Azərbaycan qadınına ötürülmüş bir bəladır.
Bu bəla misal götürsək yaxın deməli Özbəkistandır, Qazaxıstandır. Hətta onlarda 20-30 il bundan qabaq qadın enerjisini yüksəltmək üçün, qadının daha tez orqazma çatması üçün, qadının cinsi orqanlarının əzələlərinin möhkəmlənməsi, yumşalması, boşalması üçün təcrübələr, praktikalar keçirilibdir. Yaxın Şərq olsun istəyirsə hər yerdə. Amma bu bizdə çox belə qapalı və bağlı saxlanılıbdır. Yaranan, qurulan ailələrin daha çox uzun ömürlü olmamasının səbəbkarı da əslində münasibətlərin doğru olmamasının səbəbidir. Bəli. Nə üçün belə də yəni demək ayıb olmasın? Nə üçün bəylər kənara gedirlər? Nə üçün bəylərimiz başqa ölkəyə gedirlər? Başqa ölkənin xanımlarını alırlar və Azərbaycan qadınını alırlar? Bu təməldən qadınlara ötürülmüş yanlış inanclardır ki, Bəli. hansı ki bu bir cəmiyyətdə əsas faktor qadındır. Bəli, Qadın aparır, satır. Bütün marketinq qadın üzərindən gedir. Bəli, bəli, bütün ailə sistemi qadın üzərindən gedir. Uğur, ən birinci uğur, maddi uğur. Maddi uğur qadın üzərindən gedir və qadınları burada bağlayıblar, sıxıblar ki, bu sənin köynəyindir. Sənin olmayana sənə geyindiriblər. Sən bundan olmazsan. Düz. Hə, amma bu sənin deyil. Sən bir bax kök inancına, öz qəlbinə, sən yoldaşınla münasibətində həqiqətən xoşbəxtsənmi? Münasibətin səni həqiqətən hür, azad, sevgi dolu, xoşbəxtlik dolu gətirirmi? Gətirmir axı. Bəli, tam düz vurğulursunuz. Bax, həqiqətən də indi siz mütəxəssis deyilsiniz. Mən araşdırmalar aparıram. Deyim ki, boşanmaların 75-80%-da cinsi enerji mühüm rol oynayır. Çox. Qadının kişidən iyrənməsindən, kişilər siqaret çəkir, narkotik qəbul edir, içkisi qadın iyrənir 1 dəfə, 2 dəfə, 3 dəfə, 4 dəfə, 5 dəfə. Bəzi qadınlar dözdülər, bəzi dözdülər. Amma bu tabudur, bu sözü demirlər, açıq demirlər. Bəli. Açıq demirlər, amma indi mən mütəxəssisəm, baxın, mütəxəssis olan kimi həmən araşdırıb, problemi araşdırırsa, bəzən baxsan ki, qadın deyir, danışma. Bu haqda danışma. Amma burada bizim qadınların da günahı var ki, dediyimiz kimi, indi artıq bizim kimi mütəxəssislər var, seks patoloqlar var, ginekoloq, uroloqlar hamısını insanlara kömək eləməlidir. İnsanlara belə deyək ki, məsləhətlər verməlidirlər ki, insanlar ayılsın və başa düşsün ki, bunlar hamısı bir yerdə getməlidir. Bəli. Və qadın boşalmırsa, demə o evdə nə var? O evdə nizam-intizam yoxdur. Çünki orada birlik olmalıdır. Bayaq dediyim ki, Almanın yarısı birləşməlidir. Tərəzin gözü düz olmalıdır. Ona görə də qadınla kişi birləşməlidir. Mən bir də bu yaşı biraz böyük olan ailə qurmayan xanımlar haqqında istəyirəm danışaq ki, baxsaq, bu əlbəttə ki, hər kəsə şamil olunmur. Mən hər kəsə bunu şamil etmirəm. Amma bir çoxlarında bu böyük aqressiya ilə, bu böyük qəzəblə, əsəblə bunlar hamısı qarşılanır və öz üzərlərində işləmək falan, yəni bu məsələlər getmir də. Mənə maraqlıdır da, məsəl üçün bu qadınların istəyimi, enerjisimi, bastırılma duyğusumu, yəni bu bunları nəyə gətirəcək? Burada bilirsiniz, o bayaq dediyimiz kimi qayıdaq həmin vəziyyətə ki, öncədən bu adət-ənənədə ki, kişiyə hər şey olar, qadın olmaz. Bu bir virus kimi qadınların şuur altında vardı. Amma indi nə qədər olsa da biz onları maarifləndiririk. Çünki ailə qurmaq üçün bu dediyimiz kimi, bu bədənin tələbatıdır, sudur. Bəli. Hətta mən dediyim 50 yaşında, 55-60 yaşında istənilən yaşda ailə qurmaq mütləq lazımdır. Mütləq lazımdır. Çünki qadın kişisiz yaşaya bilməz, yarımçıqdır. Kişi də qadınsız yaşaya bilməz. Bəli. Və burada söhbət ondan gedir ki, dediyimiz o adət-ənənədən başqa qınaq mövqeyi vardır. Qadınların qınaq mövqeyi və kişiyə hər şey olur, amma qadına olmaz. Doğru. Məni məsələn bəzi yerdə buraxmırlar, çünki mən maarifləndirəm. Məni buraxmırlar, çünki mən maarifləndirəm. Kimliyinə nasıl olsun, hamıya deyirəm, öz qohumlarım olsun, öz ailəmi üzvləri olsun. Biz nə etməliyik? Qadın əri ilə, yoldaşı ilə boşandı, rəhmət etdi, mütləq getməlidir. İstənilən yaşda. İstənilən yaşda. Amma bəziləri indi insan da özləri, bəzilərinə deyəndə deyirlər ki, bəsdir, ayıbdır. Mənə elə üstümə qışqırırlar ki, sözü deməyə də peşman oluram.
Bəli, bəli. Elə mənim üstümə qışqırırlar, ayıbdır, sənə ayıb olsun, mənə belə sözlər, mən nə deyim indi? Amma mən sözümü deməliyəm indi. Sağ olun, sizin kimi saytlarla, özümün o səhifələrindən fikrimi paylaşıram, amma dediyim kimi, mənə də hətta hücum deyirlər ki, sən niyə ayıb deyil, belə sözlər danışırsan? Yəni, o qadınlar mütləq ailə qurur, istənilən yaşda. 50, 65, 70 bu cinsi enerjinin həddi hüdudu yoxdur. Həddi hüdudu yoxdur. Bu sudur. O bədən suyu üçün mütləq də olmalıdır. Bu tam normaldır. Amma dediyimiz kimi, indi bu adət, ənənə, qayda, qanun biz belə deyək ki, pozğunluq eləmirik ki, biz sadəcə olaraq həyatın bu axar bu çayını üzün götürür. Yəni dediyim kimi, bu mənim sözüm deyil. Bu Quran bunu deyir, bunu tantra yoga sistemi deyir ki, qadın kişinin paltarıdır, kişi də qadının paltarıdır. Bir çox yerlərdə biz fərqli oluruq. Biz atayıq, anayıq, nə bilim, bacıyıq, qardaşıq da, nəsə. Amma biz fərqli yerlərdə olanda əsas məni itiririk. Əsas məni. Başqa simalara keçirik. Əsl kimliyimizi itiririk. Bilirsiniz, bizim 2 dənə mənimiz var da, həqiqi mənimiz, süni mənimiz. Bu anda siz kimsiniz, sizə də süni mənim, məndə də süni. Biz indi rol oynuruq. Biz hamımız rol oynuruq. Süni mən bizim bədənimizdir, ağlımızdır. O hər an dəyişilir. Hər anda. Həqiqi mən hər an maska geyirik. Bu anda mən də maska geymişəm, siz də maska geyibsiniz. Doğru. Bu anda bizi çəkən Hüseyn bəy. Hüseyn bəy də, o da maska geyibdir. Doğru. Hamımız maska geyirik. Biz biraz da daha da dərinə gedirik, daha dərinə. Bəzi insanlar deyir ki, bu yaxşı oyna, gözəl oyna. Biz oyunu hər an oynayırıq. Baxın, mən deyərdim ki, insan hətta tək olanda o oyun oynayır. Baxın, bizim gün ərzində beynimizə 100 min yox, bir saniyədə yer kürəsində 8 milyard insan var. 4 milyard bir saniyə beynimizə informasiya gəlir. Adi insanlar 100 dənə, 150 dənə, biz parapsixologlar bir 50 min, 100 min informasiyanı götürə bilirik. Adi insanlar 10 dənə, 15 dənə, məhdud insanlar. Amma baxın, görün, hər an biz rol oynayırıq. Hər an. Baxın, indi bu anda ağlınızda bir dənə fikir gəlsə, mən tək olandan sonra siz tək olansınız və sizin ağlınız nə edəcək? Ruhdan gələn informasiyanı həmən ağıl seçəcək. Bu yaxşıdır ya pisdir? Adətə, ənənəyə, qaydaya, qanuna uyğundur ya uyğun deyil? Biz həmin anda maska geyirik. Ona görə də bizim bu süni mənimiz hər an maska geyinirik və yaxşı oyuna, pis oyuna fərq etmir. Udan da birdir, uduzan da birdir. Amma öz həqiqi mənimizə biz xələl gətirmirik ki? Yox. Həqiqi mənimiz sadəcə olaraq o can yaddaşımıza yazılır, götürüb aparırıq. Amma həqiqi mən, o sabitdir, o dəyişən deyil. Aha, onda biz kimin yanında həqiqi məndə oluruq? Biz boşluqda olanda, Allahımızın yanında olanda, müşahidə. Baxın, gələsiniz mənim yanıma, mən sizə bu yoga sistemini öyrədəcəm, müşahidə eləyəsiniz, həqiqi məninizlə bu süni məninizi tapasınız. Baxasınız ki, görən gözə, eşidən qulağa, danışan dilin yiyəsiniz. Həqiqi mən boşluqdur. Boşluğun nə vaxt əvvəli var, nə ortası var, nə də axırı var. Biz əbədi varlığıq. Həqiqi mən əbədi varlıqdır və onu izah eləmək mümkündür. Onu insan özü yaşamalı. Çünki o boşluqdur. Boşluq mən deyə bilər. Mən bu anda boşluq. Amma mən nəyə görə deyirəm? Çünki siz mən bura qonaq çağırırsınız bir mütəxəssis kimi. Bəli. Özümü ifadə edirəm. Amma heç kimin məni yoxdur. Mənim mənim var nədəsə. Amma həqiqi mənimiz o boşluqdadır. O danışa bilməz. O sabitdir. Aha. Baxın, bir məsələ var ki, bunun vaxtımıza çox az qalıb da, sadəcə mən başqa mövzulara toxunuram. Mənə sizin fikriniz çox maraqlıdır da. Biz ruh, bədən, beyni ayrılmışıq. Bəli. Biz birində üçünü cəmləmişik. 3 hissək. 3 hissək. Amma bir hərəkət eləyirik. Bəli. İndi hərəsi bizi bir tərəfə dartır. Hansı düz deyir? Burada bilirsiniz, biz şəraitə uyğun hərəkət eləməliyik. Lazım olan vaxtda maskalarımızı geyib çıxartmalıyıq. Biz 3 hissək, ruh da ətrafımızdır, candır, 2 barmaq aşağıdır, bir də bizim cismi bədənimizdir. Bunların üçü bir yerdə hərəkət edir. Ruhdan gələn informasiya, fikir, Zərdüşt Peyğəmbər nə deyir? Xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl. Xeyirxah fikir ruhdan gəlir.
xeyirxah söz gəlir canda dəm alır. Xeyirxah əməldə bədənimizə keçir. Yəni biz eyni vaxtda da üç hissəyik, eyni vaxtda da bəzən qadınla kişi cinsi əlaqədə məşğul olur, səhv cinsədir. Qadın fikirləşir ki, orada yemək yandı. Qadın o anda yoxdur. Qadın bədəni başqa yerdədir. Hə. Bədən burdadır, ağıl başqa yerdədir. Doğru. O cümlədən kişi və biz bəzən deyirik astral səyahət var. İnsanlar avtomatik olaraq astral səyahətə çıxır. Yuxulu halda olur. İnsanla danışırsınız, deyir nə dedin? Bədən burdadır, ağıl başqa yerdədir. Ona görə də ruhla can bədənin həmişə vəhdətli olmalıdır. Çünki insan həyatının 95%-ni yuxulu halda gəzir, ağıl vəziyyətində gəzir. Ona görə də həqiqi mən bizə lazımdır ki, biz müşahidə halında olaq. Heç olmasa barı dərk eləyək. Heç olmasa %75, 4də 3-ünü biz ki bu anda olaq. Anda və burada olaq. Tamam. Şahsiyyətim bəy, əslində saatımız necə keçdi? Həqiqətən mən bilmədim. Biz sizinlə bir yarım saat öncə də danışdıq. Mən sizə təşəkkür edirəm. Mütəmadi sizin videolarınızı görürdüm. Maraqlı gəlirdiniz çox mənə. Mən sizə minnətdaram. Əminəm ki, izləyicilərimiz üçün də faydalı oldu. Təşəkkür edirəm dəvətinizi qəbul edib gəldiyiniz üçün. İnşallah. Mən də sizə təşəkkür edirəm ki, bu cəmiyyətdə bu bizi narahat edən ən bir güclü problemdir və bunu biz gözü görünməz getməməliyik. Çünki bu birbaşa mənim ixtisasım. Mənə hərdən deyirlər ki, sən qadınları bəzən çox müdafiə edirsən. Deyirəm, mən ruhu müdafiə edirəm. Burada söhbət cinsdən getmir. Çünki biz insan deyilik. Biz sadəcə olaraq insan paltarındayıq. Biz paltarın yiyəsi ilə danışırıq. Doğru. Oldu. Mən də sizə təşəkkür edirəm. Təşəkkür edirəm. Bizim Hüseyn bəy. Hüseynə də rejissorumuz deyək, videonu çəkdiyimizə görə təşəkkür edirəm ki, adı da Hüseyn kimi güclü olsun, o cümlədən də sizin də. Siz də Aytən də sözü nədir? Ayı yaralayıbsınız. Tam ortasındasınız. Mən hər dəfə deyirəm ki, gözəllik 14 gecəlik ay parçasıdır. Mən də istəyirəm ki, 14 gecəlik ay parçası olasınız. Həm ortada, həm ətrafında hamısını birləşdirib bütövləsiniz. Yəni bayaq dediyimiz kimi almanın yarısı kimi yox, bütöv olasınız. Bütöv olar. İnşallah. Çox sağ olun. Çox minnətdaram. Sağ olun.